Neçə ildir belə bir kabinetdə otururam. Müəllim işləyəndə stolum vardı beləsinə, hə, otururdum. Əsgərzadə Rövşən Əzizoğlu, Bəli. sorğuya hazırsınız. Hazır. Kamança ilə başlayan yol necə oldu ki, Qavala tərəf döndü? Kamança ilə mən bu sözü çox istifadə edirlər, amma doğrudan da məni tanıyanlar bilir ki, mən oxumaqdan kamançaya girmişəm, sonra da kamançadan da oxumağa. Yəni oxumağımla mən musiqi məktəbinə məni dəvət ediblər, orta məktəbdə gəlib konsert verəndə səsimi eşidiblər, uşaqlıqdan oxuyuram. Yəni mənim evdə o vaxt o kasetlər vardı, 3 yaşım təzə danışmağa hazırlaşdım, atam mənə oxumaq öyrədir. Amma kamançaya da qoydular ki, biraz da muzikalin olum da, o da mənim üçün, o da mənim ürəyimdir, həyatımdır, musiqiçiyəm. Siz muğamı cənubda olan sənətçilər kimi yox, klassik üslubda oxuyursunuz. Bunun səbəbi nədir? Deməzdim, muğam bir dənədir. İndi cənubda əlbəttə ki, İrana, Cənubi Azərbaycana yaxın olduğuna görə orada ola bilər bəzi xallar var ki, orada bəzi işvələr, orada işlər var ki, biraz seçil, amma əlbəttə ki, muğam bir dənədir. Orada nəfəslər ola bilər ki, məsələn, Cənubi Azərbaycandan olan o muğamın nəfəslərindən istifadə edə bilərsən, ərəb nəfəsindən, türk nəfəsindən, amma Azərbaycan klassik muğamı əlbəttə ki, bizim canımızdır. Onu da bilməsək, onları da hiss edə bilmərik. Bildiyim qədərilə qardaşınız da musiqiçidir, xarici ölkədə yaşayır. Bir ara sizin də onun yanına getmək fikriniz var idi. Bəs sizi vətəndə nə saxladı? Mən qardaşım 2 ildir, Moskvadadır. Sabah elə inşallah qismət olsa, axşam elə həmin ölkəyə inşallah ki gedəcəm. İnşallah qismət olsa, sabah axşam da qardaşımla görüşəcəm. Ramindir, gözəl sənətkarımız. Amma mənim getmək istədiyim ölkə Türkiyəyə gedə bilərdim. O da ki, başqa şeylərə görə nəsə qaldım. Səbəbi nə oldu? Səbəbi, yəni düzdür, Azərbaycanımızı sevirəm, vətənimi sevirəm. İşlə bağlı nəsə biraz məndə o risk məsələsi. Orada da musiqi ilə məşğul olmaq Musiqi ilə məşğul. Məni bir neçə il bundan qabaq Sizcə orada tanınardınız, yoxsa? İndi harasa biraz peşmanam ki, geçsəydim bəlkə də tanınardım. Mən biraz tərəddüd elədim, amma tanınardım bəlkə. Çünki orada məni eşitmişlər, mənə dəvət edmişlər. Sizin üçün nə deməkdir? Mahnıda da deyildiyi kimi, dost itirmək hər ağırdan ağırdı, bir gecədə qara saçım ağardı. Əlbəttə ki, Allah bütün dostları qorusun. Mənim də dostlarım var, yoldaşlar var. Allah hamının canını sağ eləsin. Dost yaxşı bir şeydir. Yəni, gərək birinci özün dost olasan ki, qarşındakı insanla da o işlər bacarır, alınsın. Bəs dost itirmək necə? Çətindir? Əlbəttə ki, dost itirmək çətindir. Siz indi mənim haqqımda nəsə mən bilirəm, bilirsiniz, siz onu yaşamısınız. Yəni, mənim uşaqlıq dostum, Allah ruhun şad eləsin. Yaxşı bir oğlan idi. İndi həyatdır da, o bilmək olmur. Çox gənc, cavan yaşında dünyasında işlə. Əlbəttə, məni ilk dəfə, yəni biz də cavan idik. Yəni, mən hələ elə pis olmamışdım. Yəni, onun o xəbərini eşidəndə. Özü axırıncı dəfədə bizlə görüşüb getmişdi. Səhəri belə bir xəbər gəldi. Axırıncı dəfə onun məzarına nə vaxt getdiniz? Onun ad günündə getmişik. Özdə onun ad günü məndə də avqustun 21-idir. Həmin dostumun da ad günü avqustun 20-sidir. 20-si onun məzarını ziyarət eləmişik. Ustadınız İslam Rzayev öz qavalını sizə əmanət edib. Və siz gələcəkdə öz qavalınızı kimə etibar edərsiniz? Əlbəttə ki, qavalı inşallah Allah indi qismət eləsin. Elə bir tələbəniz var? Bəli, elə bir yaxşı, necə deyim, o arxain olduğum tələbəmi, nə bilim, gözəl xanəndəm, tələbəm olmasa, arxain olduğum o həyatdır, inşallah yaşayarıq, qismət olarsa, əlbəttə ki, mən onu verə bilərəm, amma əmanət kimi də, yəni ona arxain olub, onu mən təqdim edə bilərəm. Çünki mərhum sənətkarımız mənə arxain idi ki, mən onu necə əzizləyirəm. Hələ elə bir adam yoxdur. Hələ ki, elə bir adam yoxdur. İndi qismət olar övladlardan hansısa
bu işlə məşğul olar. Allah qismət eləsə olar. Olmasa da nəsə ürəyimə yatan bir sənətkar olar, eləyərəm. Bəlkə də. Aşıq Əli ilə dostluğunuz necə başladı? Aşıq Əli ilə buradan salamlayıram Aşıq Əlini də. Yəni Aşıq Əli maşallah gənc olmağına baxmayaraq gözəl sənətkardır. Onun birinci sənəti, sonra belə görürdüm, xoşuma gəlirdi sənətkar kimi, yəni onun ifaları. Sonra Allah bizə elə qismət elədi ki, Əli qardaşımın övladını, Allah bütün balaları saxlasın, o bizim övladlar da olan içində, balasının ad günündə mənə həvalə elədi. Oradan sonra bizim yaxın dostluğumuz başladı. Bir-birimizlə bir insan kimi tanıdıq və bir-birimizə ruhumuz, hissiyatımız yaxın idi, dostluğumuz alındı. Mediada sizin heç bir qalmaqalınızı tapa bilmədim. Heç hansısa sənətçi ilə qalmaqal yaşamısınız ki, bu mediada işıqlanmayıb. Söhbət elə orada da ölüb. Elə bir qalmaqalım olmayıb. Düzdür, indi insanıq. Mənim də haradasa biraz inciyirəm, nəsə ola bilər, amma onu özümüz, onun xalqımıza, cəmaatımıza onun nə dəxli var ki, yəni özümüz öz aramızda həll eləmişik. Yox, küsmək bizə yaraşmaz. Mən küsən adam deyirəm. Amma bəs incimək? belə olur ki, indi deyir o könül uman yerdən küsər, küsmək də deməyək. Xoşuma gəlməyən nəsə bir şeylər ola bilər. Onda da ki, çəkilirəm qırağa, Allahın salamıdır, görüşürük. Çalışıram ki, o ortamda çox olmayayım. İllərlə səhnədə olan Rövşən müəllim Aybəniz Haşimova və Kəmalə xanımdan başqa digər həmkarları ilə niyə duet yazdırmayıb? Səbəb nə olub? Bu duet məsələsi harda gəlir? Səbəb, oxumuşam, deyə Vəfa xanım da burada oturub orucava. Vəfa xanımla da tədbirlərdə, konsertlərdə ifalarımız çox olub. Yazdırmamışam. Çox bizim müğənnilərimizlə, yəni xanım müğənnilərimizlə konsertdə, tədbirlərdə də sizin verilişinizdə Mətanət xanım Əsədova ilə də oxumağım olub. Vəfa xanımla, Ayşən xanım. Yəni belə, amma lent yazım Kəmalə xanım, Aşıq Kəmalədə bir də bizim dəyərli sənətkarımız Aybəniz xanım Haşimova. Allah can sağlığı versin Aybəniz xanıma da salamlayıram. Səbəbi demədiniz amma. Səbəbi, yəni duet elə bir şeydir ki, gərək alınsın da. İndi qismət olar, nə vaxtsa alınarsa oxuyaram. Yəni elə bir şeyim yoxdur ki, necə deyim, ciddi ki, oxumuram. Yəni gərək alınsın, nəsə mahnı olsun, düşsün bizə, səsimiz uyğun olsun. Yəni o da bir qismət. Mənim özümə elə yazılan mahnıları oxuyub tutarmamışam. Bu dəqiqədə iki dənə mahnım var, gözləyir. Hələ onu gedib oxumamışam. Biraz tənbəl də deməyim, biraz məndə o gözləmək var. Üzü dönsün ayrılığın mahnısını niyə oxumaq istəmirsiniz? Siz varsınızsa, üzü dönsün. Əlbəttə, kim istəyər ki, ayrılığın üzü dönsün bu dünyada. Ayrılıq düz deyil, həyatdır, yaşayırıq, qismət olur həyatımızda, əlbəttə ki, o da olmalıdır. Ayrılıq olmasın. Orada ayrılığa görə yox. Onu mənə anam deyib, oradan bütün valideynləri, necə deyim, salamlayıram. Allah qalanlara can sağlığı versin, dünyasını dəyişənlərə ruhunu şad eləsin. Ananız deyib oxumayın onu. Anam dedi ki, nəsə hiss eləmiş ki, mən onu oxuyanda nəsə narahat olam. Bir də anadır da, məni hamıdan yaxşı tanıyır. Amma promo, necə deyim, o Toçkanı vurmuş da, demiş ki, Rövşən, orada bir söz var, hamı deyər, hamı gülər, mən gülmərəm çoxu kimi. Düzdür, mən biraz gülüb danışanam, belə pozitivliyim var, amma hamı kimi gülə bilmirəm də. Yəni o, inşallah, şükür Allaha ya, yəni ki, Allaha hər an, hər vaxt mən şükür eləyən adamam. Ola bilər o sözlərə görə biraz anadır da, deyir ki, Rövşən, oxuma onu. Amma oxuyuram, arada keyfimə düşəndə, amma haradasa oxuyanda da rahatlaşıram. Onda bir bənd oxuyun. Ay çəkilər yuxu kimin yar, bir ovçunun oxu kimin yar. Hamı deyər, hamı gülər, hamı gülər yar. Mən gülmərəm çoxu
kimin, çoxu kimin yar. Və belə. Təşəkkür edirəm. Allah razı olsun Bartal.